Əziz Qaradağ Gəncərevin izləyiciləri və gənclərimiz, hər birinizi salamlayırıq, xoş gördük sizi Gənc Qast verilişində. Və bugün bizim qonağımız Günay xanım. Bugün bizlərlə bir yerdədir. Xoş gördük sizi. Xoş gördük. Xoş gəlmisiniz. Günay xanımla bizim Qaradağ Gəncərevinin Gəncəri ilə görüşümüz oldu. Və mən istərdim ki, bu görüş haqqında sizin təəssüratlarınızı alım. İlk öncə bu mənim ikinci gənclərlə görüşümdür. Biz bir dəfə də digər evlərdən birində görüşmüşük uşaqlarla. Çox aktiv, çox mehriban, səmimi, gülərüz qrupdur. Təbrik edirəm bu arada sizi ki, belə özünüzü tam ötələşdirə bilmisiniz. Təbii ki, təəssüratlarım xoşdur. Biz Elvira ilə ayrılandan sonra bir xeyli vaxt bunu müzakirə edirik, danışırıq, özümüzdə bir şeylər paylaşırıq. Gənclərimizin bu qədər aktiv olmağı məni çox sevindirir və düşünürəm ki, bu tərz evlərin qurulmağı, bu uşaqların məsəl üçün sənətə, incəsənətə bu qədər yönləndirilməsi, onlar üçün hər hansı bir aktivliklərin nəzərdə tutulması gözəl bir şeydir. Təşəkkür edirik, çox sağ olun. Bəs bizim buradakı gənclərimizdə siz hansı potensialı görürsünüz? Qrupunuzdakı bir çox uşaqlar anladığım qədərilə güləş, boks, judo, idmana yönəlik uşaqlar. Bəli. Bayaqları gördüm, uşaqlarınızdan biri rəsmlə məşğul olurdu. İndi belə başa düşdüm ki, sizdə daha çox incəsənət yönlüdür. Və musiqidir, nə bilim, aktyorluq oyunlarıdır, rəsmdir, daha çox belə yönəlir. Ümumiyyətlə, insanlar gənc dövrdə özünün ürəyi istədiyi və yönəlmək istədiyi sənət daşıya bilsə təbii ki, bu yöndə. Gələcəkdə onun bir portfolyosu olur da özünə məxsus. Və bu tərz cəmiyyətin, yəni cəmiyyət dediyimizdə bu uşaqlar da bir cəmiyyətin bir hissəsidir də. Bu tərz dəstək olunmağı cəmiyyətin, məhz gənclər evinin yaradılması, məsəl üçün Nazirliyimizin belə bir təşəbbüs etməyi çox gözəl bir şeydir. Düşünürəm ki, uşaqlarımızda daha çox idmana meyillilik var, amma qızlarımız da var idi. Dinlədim, xanımlardan biri dedi ki, incəsənətlə maraqlanır. Bu da mənə çox xoş təəssürat bağışlayır. Amma uşaqlarımızda bir çoxunda belə fitri istedadın olduğu bəllidir. Çox sağ olun, təşəkkür edirik bu gözəliniz üçün. Baxın, sizə belə bir şey deyim, ümumiyyətlə bizim Azərbaycan Respublikasında xüsusən fiziki gücdə olan qadınlara çox az rast gəlinir də hal-hazırda. Və siz bunlardan birisiniz və mən istədim sizə belə bir sual verim ki, sizin üçün güclü qadın anlayışı nədir? Fiziki güc yoxsa mental güc? Məncə güclü qadın məhz mental güclü ola bilər. Yəni fiziki güc olaraq qadında nə qədər də güclü olursa olsun, o kişidən güclü ola bilməz. Mümkünsüzdür və hər sferanın, yəni hər idmanın öz üstünlükləri və mənfi cəhətləri var da. Məsələn, cüdaist bir xanım heç vaxt cüdaist bir kişini aşa bilməz. Mümkün deyil. Eləcə də kulturizmdə. Yəni nə qədər iri olursan ol, kulturist bir qadın, kulturist bir kişidən böyük ola bilməz. Yəni müəyyən bir kapasitə var da, yəni bir boyut var. O boyutu aşa bilməzlər. Buna görə güclü qadın dediyinizdə mən düşünürəm ki, qadın fiziki olaraq güclü olmaq məcburiyyətində deyil. Nə qədər güclü olursa olsun, o kişi qədər güclü ola bilməz. Buna nə hormon, nə bədən imkan verməz. Amma mental olaraq bir qadının gücü, təbii ki, onun artıq daxilində, öz dünyasında böyütdüyü bir məqamdır. Onun özünə məxsus bir şeydir. Və bu ruhsal boyutda olan bir şeydir. Yəni bu mental güc fiziki gücdən daha yüksəkdir. Bəs insanlar ümumiyyətlə sizə hansı düşüncə ilə müraciət edirlər? Yəni insanların ilk baxışda bir qadının bu qədər əzələli olmaması gərəkdiyini deməyi, məsəl üçün, məncə yanlış bir düşüncədir. Çünki əzələ sadəcə kişiyə məxsus bir şey deyil. Anatomik olaraq insan bədəni əzələdən ibarətdir və bunu aktivləşdirmək, böyütmək, müəyyən bir həddə çatdırmaq artıq seçimdir. Bu nə kişi, nə də qadın işi olaraq formalaşmamalıdır və yaxud da sadəcə qadına və ya sadəcə kişiyə aid olacaq bir şey deyil. Ona qalsa balet incə bir rəqs növüdür, idman növüdür, amma baletdə kişilər də məşğul olur və çox da gözəl alınır. Eləcə də rəqs. O zaman kişilər rəqs eləməsin və rəqqaslıq eləməsin. Çünki rəqsin özündə incəlik və daha çox müəyyən detallara yönəlir bədən və təbii ki,
mən də eyni kulturistlər kimi məsəl üçün deyə bilərəm ki, idmanda nə fərqi var? Sən cüdoist xanımsan, güləşçi xanımsan və yaxud da kulturist xanımsan. Kulturizm onsuz da əzəldən kişilərdə də böyük bir kritikaya səbəb olmuş bir idman növüdür. Çünki kulturist kişiləri heç kim sevmir və onlar haqqında ilk rəyləri şişmə dolma kişidir də, nə olacaq, nə bilim, dərman içir də, elə olur. Elə deyil də, yəni bu bir əziyyət, əmək, ən azından yediyin qidaya, məsəl üçün riayət eləməyin, bunu qramlarla yeməyin belə özü böyük bir sənətdir. Onsuz da yəni sizin bu əzələlərin cinsi yoxdur. Sözünüz var, yəni o anlayış həqiqətən fikriniz çox diqqət çəkmişdir. Həqiqətən də elədir. Yəni əzələ qadına da, kişiyə də məxsusdur və qadında əzələ olmasa o qadın xəstələnər, nə bilim, qocalar, tökülər, dağılar. Mən heç vaxt bir kişinin rolunu üstələnməyə çalışmıram və məncə məhz elə əzələnin cinsiyyəti yoxdur sözü tam yerinə düşür. Çünki əzələ sadəcə kişiyə aid ola bilməz. Doğrudur. Günay xanım, peşəkar idman həyatınız şəxsi həyatınıza ümumiyyətlə münasibətləri təsir edirmi, şəxsi münasibətlərə? 99% bəli, çünki dediyim kimi bir çox dostum, tanışım, mən sırf onlara kritika eləyə bilərəm ehtimalı ilə mənlə yeməyə getməz. Məsəl üçün, çox insanlar oturub durmuram. Bir çox insan yemək yediyində deyir ki, Günay indi deyəcək ki, sən niyə bunu yedin, onu yedin, özünü tutmağa başlayır. Çünki biz yeməklə imtahan olunuruq axı. Yemirik. Sosial həyatım demək olar ki, yoxdur. Yəni mən çox sosiallaşmıram, çünki mən gedib restoranda oturub istədiyim yeməyi yeyə biləcək bir tip deyiləm. Özümlə yemək daşıyıram. Bu da çox insana anormal gəlir. Amma maşındadır, bir dəqiqə yeməklərim maşındadır. Buradan çıxan kimi maşında yeməyimi yeyəcəm və gedəcəm. Bir dənə elə assistentimlə birlikdəyik bütün günü. O da hətta dünən mənə deyir ki, mən çox görməmişəm ki, sizin ətrafınızda dostunuz, tanışınız olsunuz, qaynayıb qarışasınız insanlarla. Deyirəm, düz deyirsən, son zamanlar var ətrafda danışdığımız, yazışdığımız, konuşduğumuz insanlar. Amma bir araya gəlib bir yerdə oturub, mən kinoya gedə bilmirəm, popcorn yemirəm. Restorana gedə bilmirəm, tort yemirəm. Kafeniyə gedirəm, ancaq fit clublara gedirəm, haradakı sadəcə müəyyən nə bilim, qidalar var ki, onları yeyə bilirim. Onların da hamısını yeyə bilmirəm. Çünki istifadə olunan bəzi şeylər nə qədər də reklam xarakteri daşıyır, bir o qədər çox bizə ziddir. Ümumiyyətlə, bunları danışmaq asandır, amma yaşamaq çox çətindir. Həqiqətən çox çətindir. Hiss olunur da, sizin o deyiliş tərzindəki, yəni bir içinizdə bir təəssüf hissi var, amma ki artıq... Bəli, mütəmadi şəkildə acılıq hissi ilə yaşayıram və həmişə acam, yəni, məcbur şəkildə. Və mən istərdim ki, sizin çox vaxtınızı almayaq. Bizim bugünkü gündə Qaradağ Gənclər evində olan gənclərimizə bir motivasiya çıxışınızı eşitmək istərdik son olaraq. Buyurun. Uşaqlar, bugün bəlkə də evlərinizdə hər kəsin özünün yaşadığı çətinliklər var və ola bilər ki, kimisə bunu maddi cəhətdən yaşayır, kimisə mənəvi cəhətdən yaşayır, kimisə fiziksel cəhətdən yaşayır və hər kəs eyni həyatı yaşaya bilməz, hər kəs eyni zənginlikdə və eyni kasıbçılıqda deyil. Amma bəlkə də mənəvi olaraq bir dosta, tanışa, bəlkə də bir, nə bilim, çox yaxşı bir məsləhətə ehtiyacınız var, amma onu da ala bilmirsiniz. Mən bilmirəm də, hər kəsin öz daşıdığı içindədir. Amma onu demək istəyirəm ki, nə olursa olsun və hansı vəziyyətdə olursunuz olun, əsla özünüzü itirməyin, əsla özünüzdən vaz keçməyin, əsla özünüzü doğrultmaqdan imtina etməyin və xəyallarınızın arxasınca gedin. Sizə təşəkkür edirik. Bu gözəl görüşsün və bu gözəl müsahibəsi. Ümid edirəm bəyəndiniz. Gənclər, bəyəndinizmi? Çox sağ olun. İstərdik ki, irəliləyən sezonlarda, irəliləyən günlərdə, həftələrdə, aylarda bəlkə də siz yenidən burada qonaq görmək istəyirsiniz. Mən çox böyük məmnuniyyətlə bunu qəbul edəcəyim. Təşəkkür edirik və bu dəfə inşallah istəyirik bir ring hal-hazırda maraqlı bir şey olsun. Olar. Bir bench press aparatı qoysaz baxarıq. Ya bir şeylər eləyəcəyik inşallah ki, bizim bəlkə də çöldə oldu bu bizim təlimimiz. Olar. Bizim həyatımızda maraqlı bir görüş ola bilər. Təşəkkür edirik sizə, çox sağ olun, minnətdarıq. İnşallah gələn görüşlərə dək deyirik. Sizə də öz karyeranıza uğurlar arzu edirik.
hər daim yüksək zirvələrdə olasınız. Biz də baxaq, fərəhlənək, sevinək. Teşekkür ederim.